Avropa İttifaqının üzv dövlətlərinin liderləri Ukraynanın 2026-2027-ci illər üçün maliyyələşdirmə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyə əvəzinə 90 milyard avroluq birgə kredit vasitəsindən ödəniləcəyi barədə razılığa gəliblər. Bu barədə Avropa Şurasının prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Brüsseldə Avropa İttifaqı liderlər zirvəsinin sonunda mətbuat konfransı keçiriblər. Costa bildirib ki, Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəyəcək və Ukrayna bu krediti yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytaracaq. O qeyd edib ki, Avropa İttifaqı liderləri Rusiyaya qarşı sanksiyaları yeniləmək barədə razılığa gəliblər və Rusiyanı danışıqlar masasına gətirməyin yeganə yolu Ukraynanı güclü saxlamaqdır. Əlavə edək ki, Macarıstan, Slovakiya və Çexiya Avropa İttifaqının Ukrayna üçün birgə borc almasında iştirak etməyib. Almaniya kansleri Friedrich Merz isə deyib ki, Avropa İttifaqının hələlik Rusiyanın aktivlərinin dondurulmasını ləğv etmək niyyəti yoxdur. Moskva Kiyevə kompensasiya ödəyənə qədər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq.